Elhamdülillah, nehmeduhu ve nesta'inuhu ve nestağfiruhu ve netubu ileyh. Na'udzu billahi min şururi enfusina ve min seyyiati a'malina. Men yehdihillahu fela mudille lehu ve men yudlil fela hadiye leh. Ve eşhedü en la ilahe illallah vahdehu la şerike leh. Ve eşhedü enne Muhammeden abduhu ve rasuluhu. Ya eyyühellezine amenu ittakullaha hakka tugatihi ve la temutunne illa ve entum muslimun. يا أيها الناس اتقوا ربكم الذي خلقكم من نفس واحدة وخلق منها زوجها وبث منهما رجالا كثيرا ونساء واتقوا الله الذي تساءلون به والأرحام إن الله كان عليكم رقيبا يا أيها الذين آمنوا اتقوا الله وقولوا قولا سديدا يصلح لكم أعمالكم ويغفر لكم ذنوبكم ومن يطيع الله ورسوله فقد فاز فوزا عظيما أما بعد إن أصدق الحديث كتاب الله وأحسن هدي محمد صلى الله عليه وسلم وشر الأمور محدثاتها وكل محدثة بدعة وكل بدعة ضلالة وكل ضلالة في النار. Muhterem müminler, değerli kardeşler, Allah her şeye qadir olduğu halda, yaratma qüdrəti onda olduğu halda, ol dedikdə hər şeyin onun əmri olduğu halda, özünün bildiyi bir hikmət əsasında insanın yaranmasını bir ata və bir ana olmasıyla mümkün hala gətirmişdir. Yəni, övladın var olması üçün ata-ananı vəsilə etmişdir. Üç insan Allahın bu qoyduğu qanundan kənarda yaradılmışdır ki, bunlar da Adəm əleyhissalam, Həvva anamız və İsa əleyhissalamdır. Yəni, bu üç insan valideynsiz olaraq yaradılıbdır. Qiyamətə qədər yaradılacaq insanlar bir atanın və bir ananın birləşməsindən dünyaya gələcəklərdir. Bu qanunun pozulması mümkün deyil. Başqa üsullara əl atsalar da bunu bilsinlər ki, bu mümkün olmayacaqdır. Çünki Allah bu qanunu artıq yer üzərində qoymuşdur ki, bir ana və bir ata olmadan uşaq dünyaya gələ bilməz. Möhtərəm qardaşlar, dinimiz insana və onun həyatına verdiyi dəyər çox önəmlidir. İnsan, Allahın yer üzərindəki xəlifəsi və yaradılmışların ən şərəflisidir. Dinimizə görə insan o qədər dəyərli və önəmli bir varlıqdır ki, onun həyatı olduğu kimi, ölüsü, cənazəsi, məzarı, geridə buraxdığı xatirəsi və vəsiyyətində hörmət göstərmək dini bir vəzifə kimi qəbul edilmişdir. İnsanlığa verilən bu dəyərlərin içərisində peyğəmbərlər, şəhidlər, salihlər və valideynlər əlahətdə hörmətə layiqdirlər. Bugünkü xütbəmizdə valideynlərimiz, xüsusən də analarımız haqda olacaqdır. Qardaşlar, valideynlərimizə olan hörmətimiz onların bizim üçün əziyyət çəkdiklərinə görə deyil. Əgər əziyyət çəkdikləri üçün onlara hörmət ediriksə, onda xristiyanların təyin elədiyi bir gün var. O gündə onlara bir hədiyyə alaq, onlardan halallaşaq. Bu belə olmamalıdır. Valideynlərimizə hörmətimiz Allah onlara hörmət edin dediyi üçündür. Buna diqqət yetirmeliyiz. Valideynlərə hörmətimiz Allah onlara hörmət edin dediyi üçündür. Yəni, Allah onlara haqq və hüquq vermişdi. Allah onlara bu haqq hüquqdan dolayı da bizə onları sevin deyir. Biz də valideyn olduqda Allahdan verilən o haqq və hüququ heç bir minnət olmadan övladlarımızdan istəyəcəyik. Qardaşlar, Allahın yer üzərində insanı yaratmasından məqsəd tövhiddir.
Hər kəs la ilahə illallah desin deyə yaratmışdır. Digər bir ayədə də Allah Teala buyurur ki, estağfirullah. Və mə xalaqal insə və cinsə illə liya'budun. Mən insi və cinsi yaratmışam ki, mənə ibadət etsinlər. İbn Abbas kimi mütəbər təfsirçi liya'budun, liya'rifu kimi təfsir etmişdir. Yəni, mən insi və cinsi yaratmışam ki, məni tanısınlar, bilsinlər və ibadət etsinlər. Tövhidin əksi, dəyərli qardaşlar, şirkdir. Və bilin ki, şirk yer üzərində ən böyük günahdır. Allah-u Teala bütün günahları bağışladığı halda Allah'a şirk qoşanı bağışlamaz. Və qiyamətə qədər də bağışlamayacaq. Möhtərəm qardaşlar, oxuyacağımız ayətlərə diqqət yetirin. Allah Teala ayələrdə özünə şərik qoşmamağımı əmr etdikdən sonra bizdən nə tələb edirsə ona diqqət yetirin. Bir daha deyirəm, Allah Teala Qur'an-ı Kərimdə Allaha şirk qoşmamağı əmr etdikdən sonra bizdən tələb etdiklərinə diqqət yetirin. Nisə surəsinin 36-cı ayəsində buyurur, estağfirullah. Fa'budullaha və la tuşriku bihi şey'an. Allaha ibadət edin və ona heç bir şeydə şərik qoşmayın. Və sonra buyurur ki, və bil valideyn ihsanən. Və ata-ananıza yaxşılıq edin. Baxın, Allaha imandan sonra, ona şərik qoşmamaqdan sonra imanın şərtlərini saymır. Ki, Peyğəmbərlərə iman, Quran-ı Kərimə iman, qəza və qədərə iman və nələr. İmanın bu altı şərtini saymır. Birbaşa bizə əmr edir ki, valideynlərinizə yaxşılıq edin. Digər bir ayədə isə Ən'am surəsinin 151-ci ayəsində Allah Teala deyir, Qul ta'alu ətlu mə harrama rabbukum aleykum. Resulullah deyir, gəlin sizə Rəbbimiz nələri haram etdiyini deyim. Biz fiqə baxdıqda görürük ki, haramın çeşidləri nələrdir? Zina, fuhuş, faiz, haqqa girmək, oğurluq etmək və digərlər, qumar. Amma görün Allah Teala nə deyir? Ta'alu ətlu mə harrama rabbukum aleykum ələ tuşriku bihi şeyən. Gəlin sizə mən Allahın haram buyurduqlarını sayım. Birinci nədir? Allaha şərik qoşmayın. Və ardından nə gəlir? Və bil valideyn ihsanən. Və valideynlərinizə yaxşılıq edin. Digər bir ayədə isə Allah Teala İsraf surəsinin 23-24-cü ayələrində buyurur ki, Estağfirullah. Və qada rabbuka ələ ta'budu illə iyyəhu. Qada tərcümələrdə buyurmuşdur, əmr etmişdir mənalarını versələr də, tam ərəb mənasında budur ki, qərar vermək, qərar vermişdir. Burada da artıq Allah Teala qərar verib ki, yalnız ona ibadət edin, ta'budu illə iyyəhu, yalnız ona ibadət edin və bil valideyn ihsanən və valideynlərinizə yaxşılıq edin. Ayənin dalında buyurur ki, İmmə yəbluğannə indəkəl kibərə əhəduhuma əv kiləhuma fələ təqulu ləhuma uffin. Əgər onlar sənin yanında, onlardan biri və ya ikisi yaşlaşdılarsa, yaşlı çağını çatsalar, fələ təqulu ləhuma uffin. Onlara bir kəlmələ uf demə. Və lə tənhəruma və qul ləhuma qavlən kərimə. Və onları azlama, pis söz demə, onlara gözəl, yaxşı rəftar et. 24-cü ayədə isə Allah Teala buyurur, وَحْفِذْ لَهُمَ جَنَاهَ الزُّلِّ مِنْ رَحْمَتِ وَقُلْ رَبِّ اِرْحَمْهُمَا كَمَا رَبَّيَانِ سَغِيرًا. Onların hər ikisini mərhəmət qanadının altına al. Ey Rəbbim,
onlar məni körpəliyimdə tərbiyə edib bəstəlikləri kimi sən də onlara rəhm et. İkinci ayədə bizə valideynlərimizə dua etməyi də Allah Teala əmr edir. Möhtərəm qardaşlar, ayələrdən göründüyü kimi şəriətimiz Allah və Rəsulundan sonra valideynlərə itaət üzərində qurulmuşdur. Qur'ana iman gətirən üçün valideynə hörmət mövzusu Allaha iman və şirkdən çəkindikdən sonra birinci məsələdir. Mömin olan kəs anaya, ataya gün təyin edirsə, onda vay onun halına. Çünki gün təyin etdikdə Allahın qoymuş olduğu bu qanunlardan kənara çıxmışdır ki, bu da haramdır. Və mən də inşallah Allah Teala'dan dua edirəm ki, Allah Teala bizi valideynlərimizə itaət edən qullardan eləsin. Allaha şərik qoşmayan qullardan eləsin. Valideynlərimizə belə deməyən qullardan eləsin, ya Rabbil Alamin. İnşallah xutbəmizin ardını da gələn cüməmizdə davam edəcək inşallah. Və aqul hazə və əstəğfiruhu innəhu və təvvəbur rahim innəd-dinə innəlləhəl-İslam.